Bu dərsimizdə isə şərt operatorları haqqında danışacağıq. Keçən dərsimizdəki dövr operatorlarında qeyd etmişdik ki, proqramlaşdırmada dövr operatorlarından kifayət qədər çox istifadə olunur və eyni qədər, ən az onun qədər də çox şərt operatorları istifadə olunur. Çünki alqoritmin, yəni ümumilikdə proqramlaşdırmanın belə deyək, əsas xüsusiyyətlərindən biri dövr və şərtdir. Yəni sən bir dövrü və yaxud da bir şərtdən asılı olaraq bir əməliyyatı icra edib etməməyə və qərar verirsən. Yəni şərt operatorları bizim demək olar ki, eyni dövr kimi hər kodlarımızda, hər layihəmizin içərisində mütləq şəkildə istifadə edəcəyimiz operatorlardan biridir. Şərt operatorları if və switch olaraq iki hissəyə bölünür və bunun içərisində biz şərt operatorları haqqında danışmazdan əvvəlcə bir qanuna uyğunluq, yəni belə deyək, bir qiymətin, bir dəyişənin qiymətinin müqayisə olunması haqqında danışmalıyıq. Normalda let a bərabərdir 5 deyə bir dəyişən yaratdığımız zaman bu sadəcə olaraq bir dəyişənin deklar olunmalıdır. Bir dənə bərabər yazmağımız. Yox, əgər biz 2 bərabər istifadə ediriksə, bu artıq bərabərdirsə deməkdir. Yəni, biz konsola .log edərək a bərabərdir 5 yazası olsaq, konsolda bunun qiymətini true olaraq görəcək. Əgər a 6 olmuş olsaydı bunun qiymətini false olaraq görmüş olacaqdır. Yəni 2 bərabərdirsə deməkdir. 3 bərabər məsələsinə gəldikdə 3 bərabər normalda bu şərtlər haqqında altında heç bir fərq etmiş olmayacaq. Amma məsələn, bu düzgün olmuş olsaydı, bu şəkildə qaytaracaqdır. Amma bu 5 dırnaqda yazılmış olsaydı, ya da altdakı 5 dırnaqda yazılmış olsaydı, bu false cavabı qaytaracaqdır. Hansı ki, bu şəkildə olduğu zaman true cavab qaytarır. Yəni 3 bərabər yazdığımız zaman tipi ilə eynidirsə, yəni həm tipi eynidirsə, həm də dəyişənin qiyməti eynidirsə bununla, bu zaman true qiyməti almış olacaq, əks halda false. Yəni bir string bir number'a 3 bərabər ilə bərabər deyil. Çünki biri string, biri isə number tipindədir. Bunu etmək üçün gərək tiplər arası çevirmələr haqqında danışaq, type convert haqqında danışmalıyıq. Bu zaman true qiymətini almış ola bilərik. Növbəti dərslərimizdə bunu görmüş olacaq. A-nın qiymətinin böyük kiçikliyini yoxlamaq üçün A böyükdür 2 deyərək, bu şəkildə, bunu da artıq düzəldə ədəd tipindən qaytaraq, stringdən çıxaraq, bu şəkildə A-nın 2-dən böyüklüyünü və ya böyük bərabərliyini və yaxud da kiçikliyini və kiçik bərabərliyini müqayisə edə bilərik. Nida bərabər dediyimiz zaman artıq bunun 2-dən fərqli olduğu anlayış ortaya çıxır və bu da bizə true cavabı qaytarır və nida bərabər demək isə tipi ilə fərqlidirsə deməkdir. Yəni, hal-hazırda bu true qiymətini qaytarıb. Məsələn, bu 5 olmuş olsaydı, bu bizə false qiymətini qaytarıb. Əgər bu dırnaqda olmuş olsaydı, bu bizə true qiyməti qaytaracaqdır. Niyə? Çünki tipləri fərqlidir. Bu şəkildə görmüş ola bilərik. Yəni, həm tipləri, həm də cavabları fərqli anlayışından gəlib danışırıq. Qaydaq. Başqa nələr üzərindən danışa bilərik? Məsələn, demək istəyirik ki, A 2-dən böyük 7-dən kiçikdirsə, bu zaman A böyükdürsə 2-dən and A kiçikdirsə 7-dən. Bu şərtlərin hər ikisi ödəndiyi halda bu cavab true qaytarmış olacaq və gördüyümüz kimi qaytardı. Məsələn, 8 olsaydı 2-dən böyükdür, amma 7-dən kiçik deyil, ona görə də false cavabı qaytarmış olacaq. Və ya or vasitəsilə şərtlərdən hər hansısa birinin ən azından ödənib ödənmədiyini yoxlaya bilərik. Bu şəkildə də bir hesablama edədiyimiz zaman false yazıram. False, true yazıram. Və true yazıram. And məsələsinə baxdığımız zaman false ilə false'dur. Yəni false və false. Yəni bu tərəfdə false olsa, bu tərəfdə false olsa, bunun cavabı false deməkdir. Bunu bu şəkildə hətta araya alaq. Bərabərdir deyək. Bu şəkildə olsun. Bunu belə kopyalayaq, yapışdıraq. Buranı dəyişdirək. False və true. False cavabı qaytarır. Yəni bir tərəf false'dursa, anddirsə ortada o false'dur. True ilə true. Yeganə haldır ki, anddə hər iki tərəf true olmalıdır. Yəni 5 dənə şərtin varsa anddən yazmısansa, yəni 5-i də düzgün olmalıdır ki, bu sənin üçün düzgün cavabı qaytarmış olsun. Digər bütün hallarda false cavabı, yəni false da false'dur, false true da false'dur, false true da true'dur. Or məsələsinə baxdığımız zaman tam olaraq bunun əksidir əslində. Or. False ilə false,
false-dur. Yəni ya false-dur ya da false-dur. Ya da deməkdir bu. False-la true cavabı qaytarmış olur. Yəni biri düzgündürsə or deyəndə, eyni burada olduğu kimi true qaytardığım kimi şərtlərdən biri düzgündürsə artıq düzgün deməkdir. True ilə də true, onsuz da or düz ya da düz deməkdir. Bu şəkildə də bunları tanımış olaq. Daha sonra şərt operatoruna keçid edək. Məsələn, let a bərabərdir 5 deyirəm və əgər yenə 2 mötərizə a bərabərdirsə məsələn 5-ə konsol nöqtə log eləsin bərabərdir. Baxaq, gördüyünüz kimi konsola bərabər yazdım. Yəni istədiyim bir stringi yaza bilərəm. Əks halda, yəni bərabər deyilsə, mənim üçün konsola yazsın, tutaq ki belə, bərabər deyil. Hal-hazırda bərabər idi, 50 olduğu halda bərabər olmadığına görə bu şəkildə cavab qaytarmış oldu. Yəni biz şərti və ya onun əks halını if-else vasitəsilə yoxlamış ola bilərik. Və ya şərtimiz bir neçə hissədən ibarət ola bilər. Məsələn, a bərabərdirsə 5-ə bunu qaytarsın. Else if, əks halda əgər a böyükdürsə 5-dən konsola yazsın böyükdür. Else if a kiçikdirsə 5-dən konsola yazsın kiçikdir. Bəli, bu düzgün kodlamadır müəyyən qədər. Hal-hazırda şərtlərdən hansı ödəndi? Bu hissə ödəndi. Çünki a 50-dir, 5-dən böyükdür. Amma bunu bu şəkildə yazmağa ehtiyac yoxdur. Çünki bir ədəd digərindən ya böyükdür, ya kiçikdir, ya bərabərdir. Ona görə də axırıncı şərtdə artıq bu if-i yazmağa ehtiyac yoxdur. If, else if, else. Əgər sizin məsələniz fərqli bir məsələ olsa, 5 dənə fərqli variant var, əks halda digərlərindən biridir demək istəsəz də, orada else istifadə edə bilərsiniz. If-else'in işləmə prinsipi necədir? Birinci şərt yoxlanılır, ödəndiyi halda artıq digərlərinə baxılmır. Ödənmədiyi halda ikinci, ödənmədiyi halda üçüncü, dördüncü, beşinci baxla gedir. Harada bir şərt ödəndirsə orada dayanır. Bu axırıncı, birinci və yaxud da ortada olan random hansısa bir sətir olmuş ola bilər ki, orada şərt ödənsin. If-else'in ümumilikdə sintaksi bu şəkildədir. JavaScript'də eyni HTML-də tag daxilinə tag yazıla bildiyi kimi for içərisində if içərisində for da yazmaq olmuş olur. Yəni yaza bilərik bunu. Növbəti şərt operatorumuz case operatorudur. Ta ki bizim let a bərabərdir. Yenə 5 deyə bir qiymətimiz var və biz switch case vasitəsilə bu qiyməti müqayisə etmək istəyirik. Switch daxilində özü ilə bir key gətirir. Yəni sənin müqayisə etmək istədiyin dəyişəni burada qeyd edirsən və case'lər içərisində məsələn a qiyməti elə 5-dirsə, vəlinin qiyməti 5-dirsə, bu şəkildə mənim üçün nə eləsin? Məsələn, konsola nöqtə log eləsin bərabərdir. Tutaq ki, və yaxud da 5. Əks halda heç nə eləməsin elə ki, gördüyünüz kimi 5 olduğuna görə buraya yazdı. Əgər 1 olmuş olsaydı, heç bir qiymət yoxdur. Ona görə də case'imiz bizim bir neçə ədəd ola bilər. Yəni 2 olacaq, bir neçə ədəd. 1-dirsə 1 yazsın, 2-dirsə 2 yazsın, 3-dirsə 3 yazsın məsələn. 1, 2, 3. Default olaraq da əgər bunların heç biri deyilsə, mənim üçün bilmirəm yazsın. Ya 1-dir, ya 2-dir, 3-dür, ya da bilmir. Bu adam 3-ə qədər tanıyır. Gördüyünüz kimi 1. Əgər qiyməti 2 olmuş olsaydı və yaxud da 3 olmuş olsaydı yazacaqdı. Əgər məsələn 30 olmuş olsaydı, artıq bu bunu bilmir, tanımır onu, ona görə də bu şəkildə yazacaqdı. Hər bir case'in mütləq şəkildə break olur ki, əgər ona cavab mənimsəcəksə daha doğrusu mütləq şəkildə break olur. Niyə? Çünki 1-dirsə artıq bu iş bitdi. Digər şərtləri yoxlamağa ehtiyac yoxdur. Case'in if-dən üstün olduğu yerlər hansı yerlərdir? Birincisi, switch case vasitəsilə biz birbaşa qiyməti bərabərliyini yoxlaya bilirik. Böyük, kiçik fərqli yanlış haqqında danışa bilmirik. Mütləq şəkildə bərabərliyini yoxlayırıq. A-nın bu qiymətə və ya bu qiymətə bərabər olduğunu və ya bunların heç birinin olmadığı bildiyimiz else sintaksisi olaraq bu şəkildə yaza bilərik. Və əgər biz müəyyən qiymətlər daxilində bir aralıqda bir şey yoxlayacaqsa, məsələn, ayın tarixi gələcək
Məsələn, 1-ci ay, 2-ci ay, 3-cü ay olduğu və biz ora fəsli qaytaracağıq. Baxın, standart bir saydan danışılır, standart bir qiymətlərdən danışılır. Ya böyükdür, ya kiçikdir, yox. Birbaşa mənimsədilmə qiymətinə. Yəni 1-dirsə yanvardır, 2-dirsə fevraldır və yaxud da yanvardan, fevraldan asılı olaraq bunun hansı fəsildə olduğunu yoxlamaq istəyirsinizsə, o zaman switch case anlayışı daha sürətli olmuş olur. Çünki if sətir-sətir oxuna-oxuna, case isə birbaşa cavabı taparaq müraciət etmə bacarığına malikdir. Yəni, müəyyən məsələlər üçün case if-dən daha sürətli vəziyyətdə işləmiş olacaq. Əgər 1-ə ya da 2-yə bərabərliyini eyni fəsildəki kimi yoxlamaq istəyirsinizsə, məsələn, qış deyirəm, yanvarda da, fevralda da qış ayı tutaq ki, ayda hal-hazırda 1-ci aydır. Nə qaytaracaq mənə? Qış. 2-ci ay olsa, nə qaytaracaq mənə? Qış. Əgər cavablar eynidirsə, bunu və bunu yazmağa ehtiyac yoxdur. Case 1, case 2 və avtomatik işığı gör. Və yaxud da case 3, onu da bura aid elə. Bu şəkildə yaza bilərik. Məsələn, deyə bilərik ki, 1-dirsə, 2-dirsə, 3-dirsə, 4-dirsə, 5-dirsə nəsə yazsın. 5-dən yuxarı 10-a qədər nədirsə, filan şey yazsın. Default olaraq da filan şey yazsın kimi işlərimizi bu case vasitəsilə, switch case vasitəsilə görə bilərik. Case'lər və if-lər haqqında bu qədər, şərt operatorları bura qədər.